məqamı da əlavə olaraq qeyd etmək istərdim ki, biz ümumiyyətlə pensiya yaşı bildiniz ki, ən çox müzakirə edilən məsələlərdən biri də pensiya yaşıdır. Və nəzərə alsaq ki, 2017-ci ildə qəbul edilən dəyişikliklərə əsasən xanım, qadın vətəndaşlarımızın da pensiya yaşı artıq bu ildən 65 yaş oldu. Və biz pensiya yaşının əvvəla yalnız kəmiyyət deyil, həm də keyfiyyət göstəricilər əsasında müəyyənləşdirilməsini təklif edilir və buna bağlı da mən Milli Məclisin plenum iclasında öz təkliflərimi təqdim etdim. Söhbət bir sıra hallarda, xüsusən də qadın vətəndaşlarımızla bağlı daha tez pensiya çıxmaq hüququnun verilməsindən gedir. Ümumiyyətlə, bizim apardığımız təhlillər göstərir ki, bir sıra ölkələrdə qadınların pensiya yaşı kişilərin pensiya yaşından aşağıdır. Qadınlar daha tez pensiyaya çıxırlar. Çünki qadınların xüsusən bəlli bir yaşda dəstəyə daha çox ehtiyacı var. Və bizim də təklifimiz ondan ibarətdir ki, burada kəmiyyət göstəricilərindən istifadə olunsun. Məsələn, tək qadınların daha tez pensiyaya çıxması təmin olunsun. Çünki elə qadın vətəndaşlarımız var ki, onların yoldaşları dünyasını dəyişib, övladları yoxdur. Onların daha çox sosial qayğıya ehtiyacı var, onların pensiya yaşının daha tez müəyyənləşdirilməsi məqsəd uyğundur və ya elə qadın vətəndaşlarımız var ki, ailə qurmadığı üçün təbii ki, onların ailəsi yoxdur. Və həmin qadın vətəndaşlarımızın, xanım vətəndaşlarımızın daha tez pensiya çıxmasını, pensiya yaşının daha tez müəyyənləşdirilməsini və pensiya yaşında güzəştlərin tətbiqini təklif edirik. Və düşünün ki, bu xüsusən də bəlli bir qiymətləndirmə fonunda bunun maliyyə qiymətləndirməsindən gedir təbii ki, söhbət. Bunun reallaşması mümkündür, çünki həmin vətəndaşlarımızın birmənalı şəkildə daha çox sosial dəstəyə və daha tez, yəni 65 deyil, daha tez yaşlarında sosial dəstəyə ehtiyacları var.